Salam hörmətli izləyicilər, sizinlə Dövr-Qanun atom elektron formuluna aid geçən səfər birdən əldə etdiyi kimi izahını vermişdik. İndi isə 58-dən davamlı izahındayıq, qarşınızdayıq. 8-ci sualımızda nə soruşur? X -2 iyonunda 36 elektron vardır. X elementi öz sistemdəki mövqeyini müəyyən edin. 36 elektron varsa, deməli bu özünə 2 dənə elektron alıb 36 oldu. Elektron sayı 34'dür. 34'ü yine de biz paylayacağıq. 2, 8, üçüncüdə 8 olur. Dördüncüdə 2 olur. Sonra təzədən bax 10, 18, 20. Sonra burada ona D səviyyəsində ona tamamlanır 20, 30. Sonra bu S2'dir. Sonra yine P'yə 34 olması üçün bunun üzerine de təzədən yine 4 gəlməliyik. Xarici elektron təbəqəsində oldu. Axırıncı elektronumuz 6. 6 S-lə P cəmləndiyinə görə əsas yarım qrup. Bax 1, 2, 3, 4. Dördüncü dövr, 6-cı qrup, əsas yarım qrup. Bu da 8-ci sualımızda B variantına uyğun gəlmiş olacaqdır. 9-cu sualımızda nə soruşur? Hansı qrupların əsas yarım qrup elementlərinin cütləşməmiş elektronların sayı normal halda 2'ye bərabərdir. Bir qayda olaraq yadınızda saxlayın ki, bir 6-cı qrupun, bir də 4-cü qrup elementləri cütləşməmiş elektronların sayını 2'ye bərabərdir. Məsələn, tutalım ki, bunu izah edə bilərəm. N üstü 2, N üstü P üstü 2. Bu 4-cü qrupda. 4-cü qrupda necə? Birinci S-ə dəymirik, çünki S-dəki hamısı elektron. Amma P'də baxacaq 3 dənədir və bunlar birinci neynir? 2 dənə elektron. İndi bunu 6-cı qrup üçün yazsaq, P üstü bunu silib buradan P üstü 4 yazsaq, yine S olduğu kimi qalacaq. P'nin inəcək. Bu 1, 3, 4 gördünüz. Burada da yine elektron sayı 2'ye bərabər olmuş olacaqdır. Bu da A variantına uyğun gələcək. Sonra bizdən soruşan yarım qrup elementi cütləşməmiş elektron normal halda 1'ə bərabərdir. Normal halda 1'ə bərabər olur. Birinci qrupda. Normal halda birinci qrupda, üçüncü qrupda, bir də 7-ci qrupda. Birinci qrupda zaten bilirsiniz ki, yazmağa ehtiyac yoxdur. Üçüncü qrup üçün yazıram. Üçüncü qrupun N, S üstü 2, N, P üstü 1. S-ə dəymirik. S-dəki elektronlar zaten. P'də isə gördüyünüz kimi bir dənə. Üçüncü qrup. 7-ci qrupda isə P üstü 5'dir. Bunu da yine 4. Bu eləyir 4. Bu da 5 gördünüz. Burada da təkləşmiş elektron sayı 1'ə bərabər olmuş olacaq A variantı. 61-ci sualımızda bizdən nəyi soruşur? 61-ci sualımızda elementin sıra nömrəsi 7, qısa elektron formulu. 7'yə çatmaq üçün bizdə bilirsiniz 2 elektron, birinci dövrdə 2 elektron olur. İkincisində 5 olmalıdır və bu X üçün S2, P üstü 3 olmalıdır. 2 S üstü 2, P üstü 3. 9 olması üçün isə bunun üzərinin cəmi S üstü 2, P üstü 5 olmalıdır. Bu da C. Bunu belə də sıfırlayır. 1 S üstü 2, 2 S üstü 2, 2 P üstü 3. Bu oldu 7. P üstü 5 de oldu 9. Mesela 4 S üstü 2, 4 P üstü 2 elektron forma malik element kürt ilə birləşmədə maksimum valentlik göstərir. Bu birləşmənin formulunu göstərir. Kükürdlə birləşmədə maksimum valentlik göstərirsə, kükürdü buradan yox, bu tərəflərdən yazaq, sonra rahat seçək. Bu X, bu da kükürt. Kükürt bunda deməli 2'nin üzərinə 2 gəlir, neçə 4. Deməli maksimum bu qrupu 4'dür və 4 valentlik göstərir. Kükürt isə minimum keçən səfərdə dedik ki, əgər birləşmə, bina birləşmə, yəni ikili birləşmədədirsə, ikinci sağda duran element minimum oksidaşmə dərəcəsi. 6'dan 8'in çıxsaq 2. Deməli 2'dir. 4 ilə 2 ixtisar gedir. Burada qalır 2, burada da qalır 1. Yəni X, S2 formanında birləşmə əmələ gətirəcək. Bu da D variantına uyğun gəlmiş olur. Sonra S1 elektron malik kükürt ilə birləşmə maksimum valentlik göstərir. 2'nin üstünə 1 gəlir 3.
Yazıram x kükürt. Sağda duran element həmişə minimum oksidaşma dərəcəsi göstərir. Minimumda deyirik qrupun sayından dövrün 6-dan çıxırıq 8-in edir 2. Burada da üstlərinin cəmi eləmişdi 3. 3'ün burada qalır 2 çarpaz qaydası ilə. Bunda x2 s3. Bu da 60-cı sualımızda B variantına uyğun gələcək. 64-cü sualımızda nə soruşur? Bizdə elektron formulu S2B5 sonluğu ilə qurtaran Y atomu X atomu ilə polyar formu ilə qurtaran Y atomu X atomu ilə polyar kovalent XY əmələ gətirsə, bu birləşməni müəyyən edin. 7-dir, sonu 7-dir. Y. Deməli, Y 7-dir, 1-dir valentdir. 7-dən 8-in çıxar 1. X-ım 3 şəklində ya birləşmə əmələ gətirsə, X-in də valenti 3 olacaq. 3 olduğuna görə deməli biz bilirik ki 17 onun üzərini cəmləsək 17 olar. 17 də olan nədir? Xlordur. Görək hansı X-in hansı xlorla S3 tipli birləşmə əmələ gətirəcək. Burada nədir? Polyar kovalent rabitə. Polyar kovalent rabitə olduğuna görə biz necə metallar olanı atacağıq. Metallar olanı atdıqdan sonra burada flordur. Ona görə B-ni götürmürük. Biz də bildiyimiz kimi 17-ci element xlordur. Ona görə C variantını götürürük. X2 ionunun qısa elektron formulu 6 kimidir. X atomu Y ilə X3 ikili bir birləşmə əmələ gətirir. Y elementini müəyyən edin. Deməli, Y elementini müəyyən X biz bilirik ki, burada 18-20-dir. Sıra nömrəsi 20 olan kalsiyumda, amma yeni yazmayaq. Buradan yazaq X. Bir də Y. X3, Y2. Buradan X-imiz neçədir? X-imiz müsbət 2. Deməli, Y3-dür. Buradan da baxırıq ki, 3 valentlik göstərən element hansıdır? 3 valentlik göstərən element Y variantı azotdur. Qalanından. Ona görə də cavabımız olur Y variantı 65-ci sualımızda. 66-cı sualımızda nə soruşur? Bizdən soruşur ki, X ionunun qısa elektron formulu S2P6 kimidir. X atomu Y ilə birləşmə əmələ gətirirsə, Y elementini müəyyən edin. Burada da yenə də Y 3 valentli olmalıdır. 3 valentli yəni 3'dür. Onun qrupunu tapmaq üçün isə neyinirik? 8-dən 3'ünü çıxırıq. 8-dən 3'ünü çıxırıq 5. 5-ci qrup elementi hansıdır? Fosfor. Bu da A variantına uyğun gəlir 66-cı sualımızda. 67-ci sualımızda nə soruşur? Hansı element normal halda xarici P yarım səviyyəsində yalnız cütləşməmiş elektronlardan təşkil olunmuşdur? Xarici elektron təbəqəsi cütləşməmiş elektronlardan təşkil olunmuşdur. Burada biz bilirik ki, xarici elektron təbəqəsi cütləşməmiş elektronlardan təşkil oluna bilər. 1, 4-cü qrupda, çünki 3-cü qrupda, 3-cü, 4-cü, 5-ci qrup. 3-cü, 4-cü, 5-ci qrupa uyğun gələnlər hansıdır? 3-cü, 4, 5. Biz burada bir paylasaq, məsələn, burada 3-cü qrupa alüminium, 4-cü qrupa kalium, 5-ci qrupa da fosfora aiddir. Y variantına uyğun gəlir. Bunu tam anlamağınız üçün paylayıram. Karbon sıra nömrəsi 6 deyil. 6-nı paylasaq 1, S üstü 2, 2, S üstü 2, 2, P üstü 2 olacaq. Cəmi oldu mu 6? P'də 3 dənə orbital var və bu neyinir? Tək xarici elektron təbəqəsindəki tək olur. Bu oldu 4-cü dövr üçün. 6, sonra 13'ü. 13'ü paylasaq 1 S üstü 2, 2 S üstü 2, 2 P üstü 6, 3 S üstü 2, 3 P üstü 1 olacaq. Deməli, P üstü 1-də, deməli, xarici elektron təbəqəsində də 1 dənə elektron təkdir. Sonra 15'i də paylasaq, 12'ni paylamışdıq da.
13. Bu da eləcək 15'də P üstü 3 olacaq. Bu da eyniliklə yine xarici elektron təbəqəsi tək elektrondan ibarət olmuş olacaqdır. Sonra bizdən nəyi soruşur? Bizdən hansı elementə normal halda P cütləşməmiş elektronlar təşkil olunmuş. P yarım səviyyəsi yalnız cütləşməmiş elektronlardan təşkil olunmuşdur. Yenə də deyirik, P yarım səviyyəsi cütləşməmiş elektronlardan təşkil olunur. 3, 4, 5-ci qrup. 3, 4, 5-ci qrupun nümayəndələrini silisium 4-cü qrupdur, azot 5-ci qrupdur. Bor isə 3-cü qrupa aiddir. Ona görə də elə götürürük C variantını. 69-cu sualımızda nə soruşur? XPO4 birləşməsində X metalının sıra nömrəsi ona yaxın olan nəcib qazın sıra nömrəsinin 2 ədəd əksik olan Y metalı ilə hansı birləşmə əmələ gətirir? Metalın. Deməli, X metal sıra nömrəsi ona yaxın nəcib qazın sıra nömrəsi 2 ədəd əksik olan. Deməli, biz 69-cu sualımızı 8-dən 2'sini əksik deyirsə, 8-dən 2'sini çıxırıq, deyir 6. Deməli, Y qeyri-metal olur 6-cı qrupda. Y olur 6-cı qrup. 6-dan da X-imiz da burada nədir? Burada da görürük ki, X 3 valentlidir də. X 3, 6-dan 8'in çıxsaq 2. 2. Bunun formulu olacaq X çarpaz qaydası ilə getsək. X2, Y3. A variantına uyğun gəlmiş olacaqdır. N iyonu M iyonu ilə nə çevrildikdə radius azalır. M iyonuna çevridə radius azalır. Buna görə hansı doğrudur? Yadınızda saxlayın. Mənfi yüklənirsə radius artır. Müsbət yüklənirsə olursa radius azalır. Deməli bu N özündən elektronu verib M-ə çevrilib. Radius azalırsa, deməli tutalım ki, N özündən elektronu verdi deyə. Məsələn, buna 1 versə, N-ə 1 versək cavab olaraq. M də özündən tutalım ki, bir dənə elektron verirsə, müsbət 2 olacaqdır. Müsbət 2 olacaq M. Doğrudur. 2 N 1-dən böyükdür də. Ona görə M böyükdür N olacaq. M böyükdür N. Yəni ikinci cavab düzdür. X iyon müsbət yüklüdürsə, X M iyonda müsbət yüklü ola bilər. Bəli, dedik ki, bu müsbət 1-dir. Özündən bir elektronu da verdi, oldu müsbət 2. Bu da düzgündür. N M-dən böyükdür. Bu xeyr, düzgün deyil. Cavabımız olacaq 2, 3. D variantı 70-ci sualımızda. 71-ci sualımızda nə soruşur? Soruşur ki, elementdə 3D yarım səviyyəsində olan elektronların sayı 0-dır. 3D səviyyəsində 1-dir. Deməli, burada isə 10-dur. 11-dir, bu birisində də 2-dir. Deməli, bir deyir ki, əgər D ilə SS cəmləyiriksə, üzəri cəmi 11 eləyirsə, bu birinci qrupda, amma əlavə yarım qrupdur. Bu əlavə yarım qrupu, B yarım qrup elementidir. Bir qayda olaraq yadınıza saxlayın ki, B yarım qrup elementinin reduksiya edicilik xassəsi əsas yarım qrup elementlərinin reduksiya edicilik xassəsindən aşağı olur. Ona görə də onlar həm də əlavə yarım qrup metallar əsas yarım qrup metallarından zəifdirlər. Aktivlik üçün hansı ifadə doğrudur? Onda zəif olduğuna görə A variantı götürəcək. Y ən kiçikdir. Ondan sonra gəlir qrupun nömrəsi olan biraz kiçik 2. Ondan sonra isə gəlir X ən böyük olmuş olacaqdır. 72-ci sualımızda nə soruşur? X elektronların sayı A plus 6'dır. 16'dan 2'sini çıxsaq neçə eləyəcək? 18. Deməli, A plus 6 bərabərdir 18-ə. A da bərabər olacaq 12-yə. A'mız oldu 12. A'dır burada. O özünün 3 dənəsini verib 12 olub. Bizə 15'i paylaşacaq. 15 də eləyəcək
15 olacaq 2, 8, bu da 5, 15 olur. 3s üstü 2, 3s üstü 2, 3p üstü 3'e. Bu da D variantına uyğun gəlmiş olacaqdır. Sonra 74-cü sualımızda nə soruşur? 74-cü sualımızda deyir ki, 3s yarım səviyyəsində 2 elektron olan elementi 3p yarım səviyyəsində 5 olan element arasında yaranan birləşmənin formulu necə olar? Birləşmənin formulu necə olacaq? 3s yarım səviyyəsində 2 dənədirsə, onda x'imiz olacaq 2. 3p yarım səviyyəsində 5-dirsə, 3p yarım səviyyəsində 5-dirsə, bunun s'i də var. S'i də 2 olacaq. Y-imiz də olacaq 7. Deməli, ikinci ilə 7-ci qrup elementlərinin bunun x, y. Bu 2-dir, bu 7-dir. Formul necə olacaq? x 7 yox, 7-dirsə, bunun 7 qoymur axı. Bu birləşmələrdə biz bilirik ki, biri 7-dir, biri 2-dir. Yazdıq. X, y. X 2, 7 isə minimum oksidaşma 7-ci qrup, minimum oksidaşma 8-dir. 7-dən 8-in çıxsaq 1 eləyəcək. 1 ilə 2 olacaq. X, y, 2. X, y, 2. Bu da A variantına uyğun gəlmiş olur. 75-ci sualımızda nə soruşur bizdən? 75-də soruşur ki, bu cür mümkün həyəcanlanma hallarına malik element dövr sistemi hansı qrup məcaz yarım qrup elementidir? Deməli, buradan baxsaq, görürük ki, bunun neyinir? Bu xarici elektron təbəqəsində 75-ci sualımıza xarici elektron təbəqəsinə baxdıqda görürük ki, bu 3 dənə parçalanma enerjisinə, həyəcanlanma enerjisinə malikdir. Biz dedik ki, 3 dənə həyəcanlanma enerjisinə malik olan hansı qruplardır? 7-ci qrupda, bu da C variantına uyğun gəlmiş olur. 76-cı sualımızda nə soruşur? 1 molunda 2 S üstü 2, 2p üstü 6 elektron formuluna malik olan 1 mol 2 mol iyonu olan maddəni müəyyən edin. Bunun əvvəlini də tamamlasaq, 1 S üstü 2 eləyəcək. Cəmi necə? 2, 4, 10. 10 eləməlidir. Yəni 1 molunda olan elektronların sayı hər birində 10'a bərabər olmalıdır. Yəni birləşmənin hər birinin elektronun sayı 10'a bərabər. Baxaq. Buna bərabər olduğuna görə buradan xlorlar olan variantların hamısını atırıq. Bir qalır maqnezyum. Maqnezyum da düzdür. İkisini verdi. Maqnezyum özündən ikisini verdi. Amma burada da flor da. Ancaq bizə deyir ki, 2 iyon olsun. Yəni 2 dənə elementlər tək-tək olsun. Burada 3 dənə iyon olduğuna görə bunu götürmürük. Bu birisinə baxırıq. Burada 2 dənə iyon var. Yəni şərt 2 iyonumuzu ödəyir. Natrium 11 idi. 1'in verdi 10 oldu. Flor da 9 idi. 1'in aldı 10 oldu. Deməli Y variantına cavabımız uyğun gəlmiş olacaqdır. Yəni 76-cı sualımızın cavabı olacaq Y variantı. Sonra 1 molunun da S2P6 qısa elektron formuluna malik 2 mol iyonu olan maddə. Bunun da sonu neçəyə bərabər oldu? 18'e. 18'e bərabər olsun. Binar birləşmə. Hərəsindən birdən olsun. 18'e bərabər olsun deyəndə natrium olan birləşmələrin hamısını atırıq. Çünki natrium olan birləşmələr 10'a bərabərdir. Sonra 2 iyon olsun dediyinə görə bunu da batırıq. 18'e bərabər olsun dediyinə görə fluoru da atırıq. Hər bir iyon 18'e. Məsələn, kaliumu saxlayaq, amma D variantı. Nəyə görə? Kalium özündən bir dənəsi elektron verdikdə 18, xlor sözünə bir elektron aldıqda 18'e çevirmiş olur. Bu da D variantına uyğun gəlmiş olur. 78-ci sualımızda nə soruşur? Elementin əmələ gətirib birləşmədə molekulda elektronların sayı 48'dir. 48 X, Y-in əmələ gətirib birləşmənin formulunu müəyyən edin.
Dördüncü grup, bu da x. Birinci neyəcək? Formulu yazacağıq. Formuldan sonra elementin formu. X, y. X birinci maksimum oksidaşma qrupun valentliyinə uyğun maksimum. Bu 4'dür. Bu isə 6'dır. 6'dan da 8'in çıxsaq 2. Formulumuz olacaq x, y, 2. Dördüncü dövr 6-cı qrup. O deməkdir ki, axırıncı, yəni 1'də 2, 2'də 8, 3'də 18 olacaq. Və burada elektronun 78'də elə cavabımız olacaq, elə A variant. Bir dəqiqə. Təzədən bunu yazaq. Deməli, x, y. Əməl gətirib birləşmənin formulunu müəyyən edin. Burada neçədir? 5, 6. X-imiz olacaq 6-cı qrupdursa, ən maksimum qrupuna uyğun valentlik göstərir. X 6 olacaq. Y də 6'dır. 6'dan da ikisini çıxsa, 8'ini çıxsaq, minimum oksidaşma dərəcəsini tapmaq üçün 6'dan 8'in çıxanda neçəsi qalır? X'i. 6 ilə 2 ixtisar gedir. 1, 3. Formulumuz olur. Buradan da yəni x'in üstündə 3 olur. Y'in üstündə də 1. Onun da formulu olur. X, Y, 3. Yəni bu əslində bu elektronu heç hesablamağa dəymir. Cavabımız olur X, Y, 3. Bu da A variantına uyğun gəlmiş olacaq. Sonra 79-cu sualımızda nə soruşur? Hansı halda hər iki iyonun elektron formulu neon elementinin formulundan fərqlidir? Fərqlidir. Yəni ondan sonu eski P6 ilə bitmir. Yəni 8 ilə bitmir. Bax, burada 10'du bitir. Bunda 10'dan bitir. Onda 10'dan bitir onu. Burada 18 ilə bitir. Burada da 18 ilə. Fərqli olan 79-cu sualımızda D variantıdır. Çünki bunların sayı 18 ilə bitir. 80-ci sualımızda nə soruşur? Qısa elektron formulu 3 D üstü 6 4 S üstü 2 elementin atomda neçə cütləşməmiş elektron var? Cütləşməmiş elektron var dediyinə görə birinci S tam cütləşib D səviyyəsini çəkirik. Cütləşməmiş elektron dediyinə görə 1, 2, 3, 4, bu da 5. Birinci o 6 dənə elektronu buradan yazırıq. 6 dənə 1, 4, 5, 1, 2, 3, 4, 5. Sonra isə buradan bilirsiniz ki, birinci maksimum orbitalların hamısını tutmağa çalışır. Sonra isə bir-bir başlayır cütləşməyə. Burada cütləşdi, bu birinci cütləşdi 1, 2, 3, 4 dənə cütləşməmiş elektron vardır. Bu da A variantına uyğun gəlir 80-ci sualımıza. 81-ci sualımızda nə soruşur? Yenə 8. Yenə də eləyəcək 1, 2, 3, 1, 2, 3, 4, 1, 2, 3, 4, 5. 8 olacaqdır və biz bunu nə edəcəyik? 1, 2, 4, bu 5, bu 5, bu 6, bu 6, bu 7, bu da 8. 2 dənəsi. Cütləşməmiş elektronların sayı 2'yə bərabər olmuş olacaq. 81-ci sualımızda bu da C variantına uyğun gəlir. 82-ci sualımız. 82-ci sualımız. Qısa elektron formulu elementin dövr sistemində. Dedik ki, dövrünün xarici elektron təbəqəsini tamamladıq. 11 olarsa birinci qrupun əlavə yarım qrupu, 12 olarsa ikinci qrupun əlavə yarım qrupu. Ən böyük rəqəmcə dövrü göstərir. Deməli, bunun dördüncü dövr birinci qrup əlavə yarım qrup olmuş olacaq. Bu da B variantına uyğun gəlmiş olur. Sonra 83-cü sualda nə soruşur? 4-cü dövr 6-cı qrup əsas yarım qrup elementinin qısa elektron formulunu göstərin. 4-ün əsas yarım qrup elementi olduğuna görə 4 S-dən P üstünün cəmi 6 olmalıdır. Bu da B variantına uyğun gəlmiş olacaqdır. Sonra 84-cü sualımız 4-cü dövr 5-ci qrup əsas yarım qrup elementi. 4-cü dövr olduğuna görə üstün 4 olmalıdır. 5-ci qrup elementi olması üçün üstlərinin cəmi 5 olmalıdır.
Bu da B variantına uyğun gəlir 84-cü sualımızda. 85-ci sualımızda qısa elektron formulu S2P3 olan elementin dövr sistemindəki mövqeyini müəyyən edin. 2-nin üstünə 3 gəlirik neçə eləyir? 5. Deməli, neçənci qrupdur? 5-ci qrupdur. Qabağındakı yazılan rəqəm isə dövrü göstərir. Neçənci dövrdür? 3-cü dövr. 3-cü dövr 5-ci qrup, əsas yarım qrup. S ilə P-ni cəmlədiyimizə görə əsas yarım qrup hesab olunur. Bu da Y variantına uyğun gəlir. 3-cü dövr 5-ci qrup, əsas yarım qrup. Sonra 86-cı sualımızda. 86-cı sualımızda deyir ki, qısa elektron formulu 3s2 3p2 olan element dövr sistemidir. Üstlərinin cəmini 2-nin üstünə 2 gəlsə neçə? 4-cü qrup. S ilə P-ni cəmlədiyimiz üçün əsas yarım qrup. Qabağındakı rəqəm isə ən böyük rəqəm isə dövrü göstərir. 3-cü dövr, 4-cü qrup, əsas yarım qrup. 3-cü əsas yarım qrup 86 sual. Bu da Y variantına uyğun gələcək. 87-ci sualımızda deyir ki, 22 proton olan elementin dövr sistemindəki mövqeyini müəyyən edin. 22-ni yenə paylaşacağıq. 2, 22'nin 2'nin 8, sonra yine 8, sonra 4. səviyyə olur 2, sonra burada 3-cü səviyyənin D səviyyəsi 10 elektron yaza bilərik. 10, 20, burada 22 olması üçün bura 2 yazmaq kifayətdir. Deməli, xarici elektron təbəqəsi olur 3, D üstü 2, 4, S üstü 2. Cəmi neçə elədir? 4. S ilə D-ni cəmləyirik deyə əlavə yarım. 4-cü dövr, ən böyük rəqəm də neçədir? 4-dür. 4-cü dövr, 4-cü qrup, əsas əlavə yarım qrup. Bu da D variantına uyğun gəlmiş olacaq 87-ci sualımızda. 88-ci sualımızda nə soruşur? Element uçucu hidrogenli birləşmələrin formulu RH4-dür. 4-cü qrup elementləri uçucu birləşmə RH4-dür. Baş oksidinin formalı. Bu 4-cü qrupdursa, deməli bunun baş oksidinin formalı olacaq neçə? RO2. Elementin xarici elektronların sayı da 4 olacaq. NS2, NP2. Bu da RO2, bu da D variantına 88-ci sualımızda uyğun gəlmiş olacaq. 89-cu sualımızda nə soruşur? Elementin uçucu hidrogenli birləşmənin formulu RH3-dür. Uçucu hidrogenli birləşmənin formulu RH3-dürsə, bunun qrupunu təyin etmək üçün 8-dən çıxacaq 3-ün neçəsi qalacaq? 5. Deməli 5-ci qrupdur. 5-ci qrup elementin də formulu nə olacaq? Məsələn, tutalım ki, R5-dir, oksigen də 2-dir. R2, O5, R2, O5 olacaq. Bizdən nəyi soruşur? Xarici üstlərinin cəmində 5, yəni 2-nin üstə 3 gəndə 5. Bu da C variantına 89-cu sualımızda C variantına uyğun gəlmiş olur. 90-cı sualımız. 90-cı sualda nə soruşur bizdən? Hansı halda verilmiş atom normal vəziyyətdə cütləşməmiş elektronların sayı düzgün göstərilib. Cütləşməmiş elektronlar birinci qrup, natrium birinci qrupda cütləşməmiş elektronların sayı 1-ə bərabərdir. Karbon 4-cü qrupdur. Cütləşməmiş elektronlarının sayı 2-yə bərabərdir. Xrom 8-ci qrupun əlavə yarım qrupudur. Xrom yeganə elementdir ki, xromla misdə dövr sistemi cədvəlinin 4, S üstü 1, 3, D üstü 5 şəklində yazılır və onun da xarici elektron təbəqəsində cütləşməmiş elektronların sayı 6-ya bərabər olmuş olacaq. Ona da 90 Y variantına uyğun gəlmiş olur. Sonra eyni elektron 91-də formuluna malik təsirsiz qaz və ionlar arasında uyğunluğu müəyyən edin. Deməli, heliuma 2 dənə olması üçün heliuma uyğun gələn 1. Bir də litium özündən bir dənəsini verib 2 olub. 3 ilə 5 2-yə uyğun gəlir. 18, 18, bu da 18. 1, 2, 4 daha 2'ye uyğun gəlmiş olacaq. Ona görə də 91-ci sualın cavabı olacaq A variantı. 92-ci sualımızın cavabı. 92-ci sualımızda bizdən nə soruşur? Element, nisbi atom kütləsi 56, neutron sayı 30. 56-dan 30'un çıxsaq neçəsi qalacaq? 26'sı. 26'sı X atomda S-P-D orbitalında olan elektronların sayı münasibəti. Bunu tam tapmaq üçün aydın yazmalıyıq. 1S üstü 2, 2S üstü 2, 2P üstü 6, 3S üstü 2, 3P üstü 6, 4S üstü 2, 3 D üstü 6. İndi biz S elektronlarının sayını S'də
S2, 4, 6, 8. S elektronlarımızın sayı 8'dir. P elektronlarının sayı 6, 6, 12. P'de elektron sayı 12'dir. D'de de elektronlarının sayı ise 6'dır. İndi bizdən deyir ki, SPD orbitalları elektronlar sayı üçün. P böyükdür S-dən, o da P böyükdür S-dən, o da böyükdür D-dən. Y variantı 92-ci sualımızın cavabı Y variantına uyğun gələcək. Sonra Y. 93-cü sualda element 35'dir. 30 neytron 55'dir. 30 da neytron qalır 25. 25 olması üçün bu 26 idi da. Eyni qaydada buna bir dənə 5 yazacağıq. Bu yolu 25. Bizdə S elektronlarının sayı olacaq. Burada da eyni qayda ilə yazsaq. Burada yenə SPD orbitalları arasında münasibət eyni ilə P böyükdür S-dən, o da böyük olacaq D-dən. O da 93-cü sualımızın cavabı da Y variantına uyğun gələcək. 94-cü sualımızda. 94-cü sualımızda deyir, elektron enerji səviyyə sayılar üçün hansı münasibət doğrudur? Birincidə bax yadınıza saxlayın 2, ikincidə 8. Yəni A-mız bərabər olacaq 8-ə. Birincidə 2, ikincidə 8, üçüncüdə 8, dördüncüdə də 2 cəmi eləyir 20. Deməli, B də bərabər olacaq 8-ə. C də bərabər olacaq 2-yə. Deməli, 2-nin üstünə 8 gələndə 10, 10-un üstünə 8, 18, üstünə də 2 gəlsə 20. C də 2-yə bərabər olmuş olacaq. 26-da isə K ilə Y-ni soruşur. K da bərabər olacaq. Deməli, 2, 8, 8. Sonra isə burada 2 olacaq. 8, 2-nin üstünə 8 gələndə eləyir 10. 10 üstünde 12. 12 burada da olmalıdır. K'da da olmalıdır. 14. K da bərabər olacaq 14. Bizdən nəyi soruşur? Y də bərabər olacaq. Ən axırıncı təbəqədə də elektron sayı 2-yə. Uyğunluğu müəyyən edin. Burada ən böyük olacaq K. K böyük olacaq A-dan. O da bərabər olacaq B'də də 8 olmuşdu. A da bərabər B'də, o da böyük olacaq. B də 8 idi burada. Yəni, o da böyük olacaq C'dən. C ilə də Y bir-birinə bərabər olmuş olacaq. Bunlar da C variantına uyğun gəlmiş olur. C. Sonra bizdən nəyi soruşur? 95-ci sualımızda deyir ki, elementləri verilib və iyonların elektron formuluna əsasən X, Y, Z elementlər hansının yeri və dövrü cədvəldə doğru verilmişdir. Cədvəldə doğru verilmişdir. Deməli, bu özünə 2 elektron alıb 8-ə tamamlanıb. Deməli, bunun dövrü qrupu olmalıdır. Neçə? 4-cü qrup. 4-cü qrup. Burada isə X-da neçə verilib? 5, 6-cı. Yəni, X-in doğru verilmişdir. X-in yeri doğru verilməyib. Sonra keçirik Y-in yerinə. Y özündən bir dənə elektron verib. Deməli, Y birinci qrupdadır. Y-in yeri də doğru göstərilməyib. Sonra Z-ə baxıq. Z özündən 2. Sonra yox, 2 elektron alıb 8-ə olub. X-imiz olacaq, deməli 6-cı qrup. X 6-cı qrup. Elə bu X-imizin yeri düzgündür. Amma Z-in də yeri düzgün deyil. Z 2-ci qrupda olmalıdır. Bu da düz deyil. Ancaq düzgün olanı X-in. 95-də ən düzgün yeri X-in yeridir. Sonra eyni qayda ilə gedirik.
96-cı sualımızda nə soruşur? Demək, onların x elementi hansının yeri doğru cədvəldə verilməmişdir. Biz bir daha indi isə doğru verilməyəni tapacağıq. Özündən 3 elektron verib. Deməli, bu qrupu 3-dür. X-imizin yeri düzgün verilib. Sonra Y özündən 3-cü dövr, 3-cü qrup. Y görürsünüz ki, ikinci özünə 2 elektron verib. 2 elektron verdiyinə görə 3-cü dövrdədir və ikinci qrup. 3-cü dövr, ikinci qrup. Amma ancaq burada da neyinir? 3-cü dövrü düzgünsə, amma qrupu 4-cü qrup veriblər. Yəni, düzgün olmayanın biri Y-dir. Sonra Z-ə baxırıq. Z özünə bir dənə alıb. Z deməli 7-ci qrupdur ki, 8-ə tamamlanıb bir dənə alıb. Burada isə 6. Z-imiz də səhv göstərilib. Deməli, bizdən də soruşur hangi Y-lə Z. Bu da doğru olmayan Y variantı Y-lə Z. 97-ci sualımızda. Elementi cüt elektronların sayı 6. 6-nı vururuq 2-yə eləyəcək 12. 12. Bu birisində cüt elektronların sayı 7. 7-ni vururam 2-yə 12. Üstünə də gəlirəm 2. 14 üstünə də gəlirəm. Bu da eləyir 16. Sıra nömrəsi 16. 4-ü vururam 2-yə 8. Üstünə də gəlirəm 1, 9. Bu da olur 9. İndi bizdən nəyi soruşur? Elementin əmələ gətirib birləşmələrin formulu. 12-ni paylasaq, buradan ən axırıncını paylayaq da, tutam ki 12, 2, 8, 2, yəni 3, S üstü 2-dir axırıncı. Sonra elementin əmələ gətirib birləşmənin formulu. Paylaşmasaq da olar. Buna axırıncını bildik, bəsdir. Sonra keçirik 16-nı paylayırıq. 16-nı. 2, 8, 6. Bu ikinci qrupdur. Bu 6-cı qrupdur. Sonra 9-u paylasaq 2, bir də 7. Bu da 7-ci qrupdur. İndi bizdən nəyi soruşur? Birinci X. X neçənci qrup idi? X ikinci qrupdur. X üçün yazırıq. X ikinci qrupdur. Y, X-lə Y. Y neçənci qrup oldu? Y isə 6-cı qrup. Y 6-cı qrupdur. 6-cı qrup olduğuna görə 6-dan 8-in çıxsaq 2. Deməli, burada Y olur 2. Bununla X-lə elə hər ikisi eyni valentli olduğuna görə bunlar elə formulu XY olur. Sonra keçirik X-lə Z. X-lə Z. X, Z. X neçə idi? X ikinci qrupdur. Z-imiz neçənci qrupdur? 7. 8-dən də 7-sini çıxsaq 1. X, Z, 2. Bu şəkildə formal düstur olacaq. Sonra isə Z-lə Y-lə Y və Z. Y-imiz neçənci qrup oldu? Y oldu 6-cı qrup. Yazırıq bura. Z-imiz də oldu 7. Minimum oksidləşmə göstərdiyinə görə 7-dən də 8-in 1. 1 ilə 6, Y, Z 6 şəklində birləşmiş olacaqdır. Bu da X, Y, Z2, Y, Z 6. Bu da 97-ci sualımızda Y variantına uyğun gəlmiş olur. Sonra 98-ci sualımız. Bizdən nəyi soruşur? 98-ci sualımızda. Buradan geniş yeri açaq. Bizə lazım olacaq. Burada Y idi. 98-ci sualımızda nə soruşur? Bizdən element verilib. X. Cüt elektron sayı 5-dir. 5-i vururuq 2-yə 10. Üstündə gəl 11. 11-i paylayacaq. 11-i paylasaq 2, 8, 1. Yəni 3, S üstü 1-dir sonu. Bu lazım deyil. 1. Axırıncı 1-dir. Sonra nə idi? 4. 4, 2, 8. 8 üstə 1 gəlsək 9. 9-u. Buradan da 9-u yazacağıq. 9 da olacaq 2. Bir də 7. Sonra 7-nin üstünə 2, 14. Üstünə də gəlsə 2, 16. 16. 7, 2, 14. 14-ün üstünə 2, 8, 10. Burada da 6. 6-cı qrup. İndi bizdən nəyi soruşur? Birləşmənin formulunu. Birinci X-lə Y. X, Y. X-imiz neçənci qrup oldu? 1-ci qrup. Y neçənci qrup oldu? 7-ci qrup. 7-ci qrup olduğuna görə 8-dən də 7-sini çıxsaq 1. 1-in bir elə formulu olacaq X, Y. Sonra keçirik Y-lə Z. X, Z. X-imiz neçənci qrup idi? 1-ci qrup. Z-imiz neçənci qrupdur? Axırıncı Z 6-cı qrupdur.
x z 6 birləşmə əmələ x z 6 nömrəli birləşmə əmələ gətirəcək. Sonra isə keçirik. Yox, bir dəqiqə. Deməli, x birinci qrup. Z-də 6. 8-dən 6-sını çıxsaq neçə qalacaq? 2. 2. Bu 2-dirsə, bu 1-də x2 z birləşməsi əmələ gətirəcək. Sonra y, z-lə y, z, bir də y. Z neçənci idi? Z 6-cı qrupda 6 yazırıq burada. Y isə 7-ci qrupdur. 8-dən də 7-sini çıxsaq 1 qalacaq. ZY6, ZY6, x2, z, xy, bu da 98-ci sualımızın cavabı da olacaq. D variantı. Sonra keçirik 90 D variantına uyğun gəlmiş olacaq. Sonra keçirik 99-cu sualımıza. Deməli, kükürt mənfi 2 və 18 ümumi olan nədir? Hər ikisində elektronların 18-dir və ona görə də deməli, radius xeyr. Birində radius böyükdür, bir digərində isə radius kiçikdir. Onun radiusu eyni olmayacaq. Ancaq elektron təbəqələrinin sayı bəri elektron. Sonra xarici elektron təbəqəsində elektron hər ikisi 18 olduğuna görə xaricinin təbəqəsində elektronların sayı da eyni olacaq. İyonlaşma enerjisi fərqli olacaq. Tam dolmuş elektron orbitallarının sayı və bir də bu olacaq. Demək 99-cu sualımızın cavabı olacaq 2, 3, bir də 5. 99-cu sualımızın cavabı 2, 3, 5 olmuş olacaqdır. Sonra 100-cü sualımızda 100-də soruşur ki, bizdən atomlar üçün eyni olan nədir? 52-dən 24-ün çıxsaq, 52-dən 24-ün çıxsaq qalacaq 2-dən 4-ün çıxanda 14-ün ondan 4-ün 6-sı 8-i 28-i. Burada 28 qalır. Burada da burada elektronun sayı, neytron sayı birində 28-dir, digərində isə 30-dur. İndi bizdən nəyi soruşur? Neytronların sayı birində 28-dir, 30-dur. Eyni deyil. D elektronlarının sayı. D elektronlarının sayı bu 24 xrom yeganə elementdir ki, yazılanda yazırıq 3 D üstü 5, 4 S üstü 1. Burada da 25'dir. Burada da yenə yazırıq 3 D üstü 5, 4 S üstü 2. Yəni D elektronlarının sayı bərabərdir. D elektronlarının sayı bərabərdir. Onda P elektronlarının sayı da bərabər olacaq bunda. Bir də S elektronlarının sayı xeyli fərqli olacaq. Deməli, cavabımız olur 100-də olacaq. 100-də cavabımız olacaq 2, 3. Cavabımız 2, 3 olmuş olacaqdır. Sonra keçirik 101-ci sualımıza. 101-ci sualımızda bizdən nəyi soruşur? Hansı yön elektron formulu maqnezium iyonunun elektron formulundan fərqlənir? Maqnezium iyonunun elektron formulu neçədir? 10-dur. 10-dan fərqli olan 2 ilə 4'dür. Yəni 2, bir də 4'dür. Çünki bunların cəmsi 18 olur. Deməli, N və X-in hansı kimi atom həyəcanlana bilər? Atom həyəcanlana bilər. Məsələn, tutalım ki, N-ə 2 yazsaq, 2 yazsaq, P-də də 1 olsa, bax, N-də 2 yazsaq, N-in qabağına 2 yazsaq, 2, S üstü 2, 2, P üstü 1. Bəli, həyəcanlana bilər. Çünki boş orbital var. Burada cüt elektron var. Sonra birinci ola bilər. Sonra ikincisinə gedirik. S-ə 3 yazsa, 3, S üstü 2, 3, P üstü 5. Bəli, burada da D səviyyəsi, boş D səviyyəsi olduğuna görə bu da həyəcanlana bilər. Sonra keçirik
2 S üstü 2, 2 P üstü 5. Burada boş D səviyyəsi olmadığına görə həyəcanlana bilməz. Burada da eyni qaydada, yəni cavab həyəcanlana bilər 1 ilə 2. Ancaq 1 ilə ikincidə həyəcanlana bilər. Ümumiyyətlə yadınızda saxlayın ki, həyəcanlanmaq üçün 1, bir də 2. Həyəcanlanmaq üçün mütləq lazımdır cüt elektron, yəni cüt elektron lazımdır və boş orbital lazımdır. Eyni qaydada göz üçündə hansı qiymətini həyəcanlana bilməz. Yenə eyni qayda ilə yerinə qoyuruq. Burada da birincisində bayaq dedik ki, həyəcanlana bilirdi. Eyni qaydada ikinci ilə 4-də eyni burada da ikinci ilə 4-də 2 5 pp 2 S üstü 2 P üstü 5 boş orbital olmadığına görə həyəcanlanmır. Həyəcanlana bilməyən 2 ilə 4-dür. 104-cü sualımızda nə soruşur? Elektron formulu iyonlar üçün nə doğrudur? Deməli 18. Deməli bu 18 elektron formu bu şəkildə olması üçün bunun üstü müsbət 1 olmalıdır. Bunun üstü isə mənfi 2 olmalıdır. Yəni n bərabərdir müsbət 1-ə, m də bərabərdir mənfi 2 olmalıdır ki, bunların X katyondur. Bəli, katyondur. Y anyondur. Bəli, doğrudur. İyonların əmələ gətirdiyi birləşmə X, Y-dir. Xeyr. Bunun biri bir valentli, biri 2 valentlidir. Onda X2 olmalıdır. X, Y olmalı deyil. N və M-in cəmi 2-yə bərabərdir. Mənfi 1-dir. Bəli, müsbət 1-in üstünə mənfi 2 gəlsək, bərabər olacaq mənfi 1-ə. 4-cü də doğrudur. Eyni qrup elementidir. Xeyr, eyni qrup elementi deyil. Eyni dövr elementidir. Bəli, o eyni dövr elementi ola bilər. Deməli, 104-cü cavabımız olacaq. Yekunlaşdırsaq hamısını. Bunları silək. Düzgün olan cavabları qeyd edirik. Birinci cavabımız düz oldu. 1 düz oldu. 1 2 düz oldu 104-də. Bir də 4-cü cavabımız düz oldu. 1 2 4. 105-ci sualımızda nəyi soruşur? Deməli, iyonlarda elektronları sp6. Yəni 4 10. 10 olması üçün n müsbət 2 olmalıdır. 2-dən elektron verməlidir. M də mənfi 3 olmalıdır. Nə soruşur? N plus nədir o? N plus M 0-a bərabərdir. Xeyr, 2 ilə 3-ün cəmi mənfi 1 eləyir. X atomunun radiusu Y atomunun radiusundan böyükdür. Xeyr, atom olaraq X-in atom radiusu Y-dən böyük olmuş olacaqdır. Yəni çünki X sıra nömrəsi çoxdur. Ona görə. Sonra 3-cü sualımıza baxırıq. 105-də 3. İyonlar əmələ gətirdiyi birləşmə, burada nə yazır? X3, Y2-dir. Bəli, bu da mümkündür. Çünki biri 2-dir, biri 3 valentlidir. Deməli, ikinci düzdür, üçüncü düzdür. 105. Sonra 4-cü eyni dövr elementlər. Xeyr. X 5 S elementləridir. Bəli. Demək olar 105-i S elementidir. X S elementidir. Bəli, X S elementidir. Sonra iyonunda cütləşməmiş elektron yoxdur. Y iyonunda cütləşməmiş elektron yoxdur. Bəli, iyonda cütləşməmiş elektron yoxdur. Deməli, buradan cavabımız düzgün cavabımız oldu. 2 3 sonra 5, sonra isə 6. 106-cı sualımızda nə soruşur? X-in iyonlarının elektron nə doğrudur? Eyni şeydir, yenə soruşur. Yenə də burada özünə bir elektron verməlidir. N bərabərdir. N bərabərdir müsbət 1-ə. M də bərabərdir mənfi 3-ə. Cəmi mənfi 2 eləyir. 1 düzgündür 106-dan. 1 düzdür. Sonra müxtəlif dövr elementidir. Bir də 3 düzdür.
Dördüncü sual. İyonlar əmələ gətirir. X3 birləşməsidir. Düzdür. Biri 1-dir, biri 3. Bu da düzdür. Bir də X atom cütləşməmiş elektron var. Bəli, bir də bu da düzdür. 6 xeyr götürə bilmərik. Deməli cavabımız oldu burada da. 106-cı sualımızdan 1, 3, 4, bir də 5. Sonra keçirik 107-ci sualımıza. 107-ci sualımızda nə soruşur bizdən? Kimyəvi element və hansı ifadələr doğrudur? X və Z elementlər iyon rabitəli X-Z birləşməsi əmələ gətirir. X elementi birinci qrupdur, Y 7-ci qrupdur. Bəli, birinci düzgündür. 107-ci sualı birinci düzdür. Sonra İkinci, Z-in reduks edicilik X-in Y-dən böyükdür. Xeyr, bunu deyə bilmərik. Z-in qrupu böyükdür, oksidləşdiricili böyükdür. Reduks ediciliyi yox. Reduks edici ən kiçikdir. Sonra 3, Y-Z birləşməsi kovalent rabitədir. Bəli, bunu düzgün deyirsiniz. Çünki qeyri-metallardır. Qeyri-metallar arasındakı rabitə kovalent rabitədir. Bir də Y-in atom radisi X-dən böyükdür. Xeyr, bunu deyə bilmərik. 5-ci sualımıza baxaq. X, Y, Z element elektron mənfi ən böyük olan Z-dir. Bəli, qrupunun böyükdürsə, elektron mənfiliyi də ən böyük olmuş olacaq. 107-ci sualımızın cavabı olacaq 1, 3, bir də 5. Bunların cavabı olmuş olacaq. 108-ci sualımızda nə soruşur? Kimyəvi element ifadələr doğru deyil. İndi biz doğru olmayanı götürəcəyik. Doğru olmayan Z-in reduks edici X, Y-dən böyükdür. Biri budur doğru olmayanın. 1, 2'dir. Buradan bəri başdan yazaq. 1, 2'dir. Sonra Y-Z birləşməsi iyon rabitəsidir. Qeyri-metallar arasında kovalentdir, iyon deyil. 1, 3'dür. Sonra Y-in atom radisi X-dən böyükdür, Z-dən kiçikdir. Elə biri də 4'dür. Cavabımız olmuş olacaq. Ən kiçik böyük olan 5-ci düzdür. Yəni cavabımız 2, 3, 4'dür. 109-cu sualımızda nəyi soruşur bizdən? Deməli, elektron elementin atom nüvəsində neçə proton var? Əvvəlini yazacağıq. Əvvəlini yazanda əvvəldə 2 olur, sonra 8 olur. Sonra 3-cü D səviyyəsi tamamilə tamamlandığı üçün burada da 18 olacaq. Bunları cəmləsək 10, 28, 33. Burada da elektron sayı 33 olmuş olacaqdır. Yəni 4-cü səviyyədə də 5'dir. Bunların da cəmi olacaq 33. Yadınıza saxlayın. Əgər S səviyyəsi tam P səviyyəsinə keçibsə, artıq 3-cü dövrdə 18 element elektron yerləşmiş olacaq. Sonra 110-cu sualımızda soruşur ki, X elementi dövr sistemindəki mövqeyi əsas yarım qrup 6'dır. 3-cü dövrdə proton sayı 3-cü dövrdə və 6 elektron olsun 3-cü dövrdə. Əvvəlki dövrləri yazır. 2-də 8. İkincidə 8, üçüncüdə də cəmi neçə edəcək? 16. Deməli, burada elektronun sayı 16, proton sayı 16'ya bərabər olmuş olacaq 110-cu sualımızda. 111-ci sualımızda nə soruşur? Deməli, X müsbət 3 iyonunda 21 elektron olarsa, X elementi normal vəziyyətdə neçə cütləşməmiş elektronu var? 21'dirsə, burada 24-cü elementdə. 24-cü element bir qayda olaraq xromdur. Xromu da bilirik ki, xarici elektron təbəqəsinin formulu belədir də 4s üstü 1, 3 d üstü 5. Cütləşməmiş elektronun sayı 6'ya bərabərdir. Yəni burada 27 olan elektron normal və neçə cütləşməmiş 27 üstündə gəlir 29 eləyir. Bu da misdir. Misdə də formul belədir. 4s üstü 1, 3 d üstü 10. Cütləşməmiş elektronun sayı 1'ə bərabərdir. 112'də, 113'də. 113-cü. Deməli, 13-cü sualımızda nə soruşur? Uyğun ifadələr Euler Venn diaqramında müəyyən edin. Magnezium, bir də kalsium. Bizə nə edəcək? İlk öncə magneziumun uyğun olanları yazacağıq. Magneziumda da S yarım səviyyəsində olan elektronlar bütün elektronların birinci onların hamısının elektronlarını yazaq. Magnezium üçün də 2s üstü 2, 2p üstü 6, 3s üstü 2. Cəmi ilə demək 4, 10, 12.
Sonra kalsium üçün bu, maqnezium üçün, kalsium üçün də yazaq. 1 S üstü 2, 2 S üstü 2, 2 P üstü 6, 3 S üstü 2, 3 P üstü 6, 4 S üstü 2. Cəmi elədi mi 24, 10, 12, 18, 20. Deməli, bizə indi nə soruşur? Deyir ki, bu C aiddir. S elektron, S səviyyəsi bütün 50%-ni təşkil edir. Bax, 2, 4, 6. 6-dır. Ümumi elektron sayısı 12-dir. Bunun 50%-ni təşkil etmiş olacaq. Bu da C variantına uyğun gəlir. Kalsiuma uyğun gələnləri yazaq. Kalsiumda baxırsınız, görürsünüz ki, kalsiumda elektronların sayı neçədir? 20-dir. P səviyyəsində olan elektron bütün 60%-ni təşkil edir. P-də 12 elektron var. S-də isə 2, 4, 6, 8 elektron. 12-ni 20-yə bölsək, eləyəcək 60%. Yəni, bir B uyğunu gələcək. C-də də bir də Y uyğun gələcək. Yəni ki, S-də olan elektronlar da 40%-ni təşkil etmiş olacaqdır. Sonra isə hər ikisinə uyğun gələnlər isə bir, valent elektronların hər ikisində sayı 2-dir. Bir də D, fosforlu birləşmələrdə molekulun 5 atom var. Bir də D. Çünki fosforlu birləşmələrdə hamısında formul olacaq maqnezium. Tutalım ki, 3 P2 və yaxud ki, kalsium 3 P2. Burada da atomların sayı indekslərin cəmi 2-nin üstünə düşəndə 5 eləyir. Sonra keçirik 114-cü sualda. 114-cü sualımızda da eynidir. Müəyyən edin. 114 eynidir. Birə uyğun gələcək A, B tapmışdıq. A uyğun gələcək. S səviyyəsində 8 elektron var. 2-yə uyğun bu S səviyyəsindəki 8 elektronun olması hər ikisinə uyğundur. Həm singə, həm də kalsiuma uyğundur. D orbitalında 10 elektron var. D orbitalında 10 elektron olması ancaq singə uyğundur. Sonra əlavə yarımqrup elementidir. Singə uyğundur. Sonra isə metallara aiddir. Bu hər ikisinə uyğundur. Sonra 115-ci sualımızda nə soruşur bizdən? Soruşur ki, uyğunluğu müəyyən edin. 17. Üstlərinin cəmi 17 olan birə uyğun gələcək və cəmi maksimum həyəcanlanmış halda birə uyğun gələcəkdir. Xarici elektron təbəqəsində maksimum həyəcanlanmış halda xlorda 7 elektron olur. Sonra 2-yə uyğun gələcək 16-dır. Xarici elektron təbəqəsində də elektronların sayı 6 olar. 6-cı qrupdur deyə 6 olmalıdır. Bunda da 3, 5, 6. Buna da 2-yə də uyğun gələcək Y. 3-ə də 5 olmalıdır. Fosfor 5-ci qrup elementi. Xarici elektron təbəqəsində elektronların sayı isə 5 olmalıdır. 3-ə də uyğun gələcək B. Sonra 16-cı sualda deyir ki, uyğunluğu müəyyən elementin dövr sistemində mövqeyi. 4-cü dövr, 5-ci qrup, əsas yarım qrup. Yəni S ilə P-nin cəmi 5 eləməlidir, qabağında isə 4. 1-ə uyğun gələcək B. 4-cü dövr, 5-ci qrup, əlavə yarım qrup. 2-yə uyğun gələcək D. D uyğun gələcək. 3-cünə də uyğun gələcək. 4-cü, 8-ci qrup əlavə yarım qrup. Bu da 3-ə də C uyğun gələcək. 4, bu da 3-ə də C uyğun gəlmiş olacaqdır. Sonra 6-da 3-ə həm C uyğun gələcək, həm də Y. Yadınızda saxlayın. 8, 9, 10 olanda 8-ci qrupun əlavə yarım qrupu olur. Yəni 3-cünün cavabı olur həm C, həm də Y. 117-ci sualımıza. 117-ci elektron formuluna uyğundur. Deməli 4-dürsə, hissəcik S2P2. 4-dürsə 14. X 1-ə uyğun gələcək Y.
Yine bəri başdan deyək. 14 olur. 2'ye 18. 18 olmalı. Cəm 18 olması üçün Z üstü 2'ye de uygun gelecek C. C 18 olan bir 18 C'dir. Bir de 18 olan A'dır. Deməli 2'ye hem C uygun gəlir, hem de A uygun gəlir. Sonra üçüncü neyse 13'tür. 13'e de uygun gelecek. 3'e de uygun gelecek B. Deseydim üçüncüye de B uygun gelmiş olacak. 18. sualımızda ne deyir? Elektron formulu uygun gelmelidir. 18. 18 olmuşsun. 18'e uygun gelecek. 1'e uygun gelecek. Yox, 1 üstü 2 də qabaqdadır. S üstü 2'dir. 2, 4, 10. 10 olmalıdır. 10 olmasa 1'e uygun gəlir. Həm A uygun gəlir. 10 olması üçün həm də 1'e D uygun gəlir. 3'də 18'dir. 18'e 3'e uygun gələcək. 1 B uygun gələcək. Bir də Y uygun gələcək. 2'ye B ilə Y uygun gələcək. 3'e isə ancaq 10, 2'də 3'e də uygun gələcək C. Yəni üçüncüdə də C uyğun gələcək. Bu qədər diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.